Ağa güddülər, 15 gündən sonra Əli gəldi. Elə ki, Əli gəldi, Peyğəmbər gəldi qabağa, gördü, Xudaya, bu ayaqlar belə part deyib. Görübsən də nə qədər vəhşi daşdı. Əmir Əleyhisselam nəfsi balağada deyil. Allah niyə bu vəhşi daşları intiqab elədi özünə ev? Dedi, getdi o, sadə kişiydi da, kəndi Əliydi, hardan getmişmiş, çox sadə imiş. Amma ürək safımış. Getdi Məkkiyə, bəli, getdi Məkkiyə, baxdı Allahın evinə, dedi, Xudaya, hər nədə əlim varımış, amma yurt tutmaqda batırıbsan. Dedi, Xudaya, hər nədə əlim varımış, amma yurt tutmaqda batırıbsan. Yurt tutmaqda batırıbsan. Burada yerdi gəlib özü ev düzəltdiribsən. Onlardan ne üçün istihza etdiklərini soruşsan deyərlər. Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq. De ki, Allaha, onun ayələrinə və onun elçisinə istihza mı edirsiniz? Üzrxahlıq etməyin. İman gətirdikdən sonra artıq kafir oldunuz. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik. Göylərdə və yerdə nə varsa, hamısı O'nundur. Həqiqətən Allah ehtiyatsızdır, şükrə, tərifə layiqdir. Müşriklər Allahı layiqincə qiymətləndirmədilər, uca tutmadılar. Həqiqətən Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir. Ey insanlar! Siz Allaha möhtaçsınız. Allah isə zəngindir, tərifə layiqdir.